Salam uşaqlar, hər vaxtınız xeyir. Yenidən sizinlə test müzakirəsində görüşürük. Deməli, yenə də Məhəmməd Qarakişevin Exam Təqid kitabından ikinci sınaqla, yəni quiz 152, səhifə 159-dakı sınaqlarla davam edirik testimizin izahlarına. Deməli, uşaqlar, birinci testimizə baxırıq. Julie and her son. Deməli, düzgün zaman formasını seç deyir. Həmişə başlığa baxırıq. Choose the correct tense form deyir. Düzgün zaman formasını seç deyir. Düzgün zaman formasını seç deyəndə uşaqlar, ümumiyyətcə zaman testlərini işləyəndə bizə ən birinci kömək olan zaman zərfləri olur. Zaman zərfimizə baxım görüm cümlədə varmı? Bəli, var. At the moment var. At the moment hansı zaman göstəricisidir? Present continuous'un zaman göstəricisidir. Ona görə də elə bir dənə doğru cavabım qalacaq. D bəndi. Digər variantlara çıxanda D bəndi doğru cavabım olacaq. Aha. Sonra ikinci sualımıza baxırıq. Təkdə olan isimlərin cərgəsini seçin. Təkdə olan isimlər. Baxıram tək isim, cins tək isim deyil. Çünki iki hissədən ibarət olan isimləri həmişə cəm isim hesab eləyirdik. News bəli tək isimdir. Sonra tools bəli tək isimdir. Mice tək isim ola bilməz. Mouse'un cəmidir. Bir də ear tək isimdir. Hansı oldu? 2, 3, 4. Doğru cavabım olacaq A bəndi. Növbəti testimizə baxırıq. Deməli, yenə də düzgün tense form seç deyir, zaman formasını seç deyir. Cümləmizdə baxıram while var. Uşaqlar, while olanda əksər vaxtlar davam edici zaman işlədəcəm. While davam edici zaman işlədəcəyik deyə B bəndini çıxıram. D bəndində çıxıram. Qalır A, C arasında. Zamanların uzlaşmasına baxıram ki, uzlaşmada bir fərq yoxdur. İkinci tərəfə baxıram. İkinci tərəfdə feilim var. Feel feili. Uşaqlar, feel feili heç vaxt daim edici zamanda işlənməz. Ona görə E bəndini çıxıram, A bəndini çıxıram. Elə doğru cavabım qalacaq C bəndi. While we were watching a movie, we suddenly felt sleepy. Filmə baxarkən biz qəfildən yatdıqda, yəni yuxulu hiss etdik. Yuxumuz gəldi də belə. Dördüncüyə baxıram. Əvəzlik seç deyir. Düzgün əvəzliyi seç. There are many children in the park. Parkda çoxlu uşaqlar var. Aha. Bu tip testlərdə ən birinci baxacağıq feilimizə. Are-dır. Burada da are-dır. Aha. Baxıram görən variantlarımda some are-la işlənə bilər. Some'lar işlənə bilər, amma every are-la işlənməz. Ümumiyyətcə every tək işlənməz bilirik. İsmə birləşəcək. Tək isim, tək xəbər olacaq. İndi də sual və təsdiq inkar cümlələrində işlənir. Sual və inkar cümlələrində. Ona görə cümləm təsdiq cümləsidir deyə enini də çıxdım. Digər ikinci tərəfə baxıram. Yenə ikinci tərəfdə A-nın ikinci tərəfində every var, onu çıxıram. Digər tərəfdə də any var, yenə onu çıxıram. Any də deməli təsdiq və inkar cümlələrdə işlənir deyə onu da çıxıram. Bir dənə qaldıq nə? E bəndində. İndi gəlin yerinə qoyaq görək. There are many children in the park. Some are playing hide and seek. Some are flying a kite. Bağçada, parkda çoxlu uşaqlar var. Bəziləri gizlənqaç oynayır, bəziləri isə çərpələng uçurdur. Deməli, doğru cavabımız oldu E bəndi. Növbəti testimizə baxaq. Deməli, rich sözünün əks mənasını istəyir uşaqlar. Rich nədir? Varlı deməkdir. Sözlərimizə baxaq. Əks nədir? Yəni, antonimini axtarırıq. Strong, güclü deməkdir. Weak, zəif. Poor, kasıb. Wealthy, varlı. Valuable, dəyərli, qiymətli. Deməli, bu sözlərdən hansı olar? Onun tərsi, rich'in tərsi, varlının tərsi kasıb olardı. Ona görə doğru cavabım C olacaq. 6-cı testə baxırıq. Burada deməli definition testidir uşaqlar. Strange, impossible, useless. Strange qəribə deməkdir. Impossible qeyri-mümkün. Useless isə faydasız deməkdir. Baxaq, not helpful or effective. Yəni köməyi olmayan, faydasız olan, köməksiz, faydasız. Yəni 3. A bəndinə 3-ü uyğun gətirəcəyik. Sonra unusual or unfamiliar, qeyri-adi və yaxud tanınmayan, yəni strange, yəni 1. Not able to occur, bu da əldə oluna bilməyən, impossible, yəni qeyri-mümkün. Bu da olacaq 2. Doğru cavabım nə oldu? 1B, 2C. 1B, 2C, 3A. Doğru cavabım oldu E bəndi. Sonra 7-yə baxırıq. Düzgün modal feili seçirik uşaqlar. Düzgün modal feili seçin deyəndə baxaq görək cümləmizdə nə var. Deməli deyir ki, sən müəllimə diqqətlə indi qulaq asmalısanmı, asa bilərsənmi? Orasını dəqiq hələ bilmirik. This topic will be on the exam. Ümumiyyətcə burada baxın, müəllimə gərək qulaq asasan. Çünki bu imtahanda olacaq bu mövzu.
Yəni shouldn't, cannot, o niyə olsun ki? Niyə qulaq asmayasan ki? Olmaz. Ona görə C ilə D-ni çıxacağam. Sonra keçmişlə heç bir əlaqəsi yoxdur. Could-u da çıxacağam. Sonra baxıram A ilə E arasında should yoxsa can. Qulaq asa bilərsən, yoxsa gərək qulaq asasan. Məsləhət xarakterli tipli cümlədir deyə ona görə E bəndini götürəcəm. Doğru cavabım E. Növbəti testimizdən davam edirik uşaqlar. Deməli, növbəti testimizdə bizdən deməli düzgün əvəzliyi istəyir. Düzgün əvəzliyi seçmək üçün baxırıq. Ümumiyyətcə, baxın, Thompson, do you allow? Baxın uşaqlar, əgər gördünüz ki, nöqtələrin əvvəlində feil var. Yəni, feillərdən sonra nöqtə varsa, biz demişik ki, feillərdən sonra, bir də söz önlərindən sonra obyekt əvəzliyi işlədəcəyik. Obyekt əvəzliklərimiz hansılardır? Me, you, him, her, it, us, use them. Burada baxın, allow cümlənin feilidir, xəbəridir, yəni. İcazə verirsənmi? Deməli, mən axtaracam nə? Obyekt əvəzliyi. Ona görə A bəndində my var. My ümumiyyətcə tək işlənməz, bilirsiniz. My çıxacam. Bir də B bəndində hers var. Yəni, obyekt axtaracam deyə B-ni də çıxıram. Baxıram, sonra variantlarda, aha, birinci tərəfdən heç bir iş görmürəm. Keçdik ikinci tərəfə. İkinci tərəfdə gördük ki, əgər nöqtə sonra isim varsa, uşaqlar, burada sizə xəbər verir ki, yəni siz burada ancaq asılı olan yiyəli əvəzliyi işlətməlisiniz. Asılı olan yiyəli əvəzliyi də baxıram variantlarında them olmaz, as olmaz. Bir dənə doğru cavabım qaldı, C bəndi. İndi baxın tərcüməyə. Deyir ki, Thompson, icazə verərsənmi mənə sənin kompüterini işlətməyə? Sənin kompüterini işlətməyə. Ona görə doğru cavabım oldu, C bəndi. 9-cu testdə artikolla bağlı testdir. Deməli, burada bilirik ki, su hövzələri Z ilə olur. Ona görə Nil çayı deyir. Nil çaydı bilirsiniz. Çaydı deyə A ilə B-ni çıxacam. Boşluğu da çıxacam. Sonra ikinci tərəfə də baxıram uşaqlar. Ümumiyyətcə ingilis dilində baxın. City nədir? Sayılan tək isimdir. Sayılan tək isimi heç vaxt artiklsız, heç nəsiz vermək olmaz. Ya Z olmalıdır, ya da boşluq olmaz. Boşluqla heç vaxt verə bilmərik, ya da E ilə verməliyik. Boşluq verə bilmərik, çünki sayılan tək isimdir. Ona görə doğru cavabım bir dənə qaldı, C bəndi. 10-cu sualımıza baxırıq. 10-cu sualda deyir ki, düzgün modal feili tapın. Baxırıq, nobody var. Nobody varsa deməli törəmədir, özdə inkar olan törəmədir. Biz demişik ki, bir cümlədə iki inkar ola bilməz. Cümlədə variantlarımıza baxıram. Əgər nobody varsa, yəni inkar varsa, isn't ikinci inkar, shouldn't ikinci inkar ola bilməz. Sonra baxıram, nobody, biz demişik törəmə əvəzliklərdən sonra xəbərimiz həmişə tək olacaq. Have to-nun təki has to-dur. Ona görə have to verə bilmərəm. D bəndi də getdi. Qaldıq A ilə E arasında. A ilə E arasında qalanda uşaqlar, baxın, to be able to. Burada bir to olmalıydı. To olsaydı bu düz olardı və ya yuxarıda to olsaydı düz olardı. Yəni nobody is able to be late olardı. Ona görə bircə dənə doğru cavabım qalır, o da A bəndidir. Nə deyir? Deyir ki, nobody must be late. It's one of the most important meetings. Heç kəs gecikməməlidir. Bu, ən mühüm iclaslarımızdan biridir. İclaslardan biridir. 11-ci testdən davam edirik uşaqlar. Deməli, our lessons are never. Uşaqlar, burada bu tip cümlələrdə ümumiyyətcə baxaq görək variantlarımızda test bizə nə deyir? Sifət axtarmalıyıq. Çünki variantlarda görürsünüz sifətlər var. Əvvəlcə baxaq görək. Baxın, our lessons deyir, cansız deyir. Cansızlarla biz bilirik ki, ed ilə olan sifətləri canlılara aiddir. Ona görə edini, A-nı pozuram buradan, C-ni də pozuram. Keçən dərsimizdə biz nə demişdik? Edi yalnız canlılara aiddir, amma ing həm canlılara, həm də cansızlara aiddir. Aha, edi olanları çıxdıq. İndi baxaq, deyir, our lessons are never. Everybody is active during the lesson. Hər kəs dərs ərzində aktiv olur, fəal olur dərs ərzində. Dərs boyunca fəal olursa, deməli, during nədir? Sıxıcı. Sıxıcıdırsa dərs ərzində hamı nətər aktiv olsun? Olmaz axı, sıxılarıq. Ona görə E bəndini çıxdıq. Sonra deyir ki, bizim dərslərimiz heç vaxt maraqlı olmur. Heç vaxt maraqlı olmursa, hə, uşaqlar, burada biraz diqqət eləməliyik. Buradan never-yə fikir verməliyik. Baxın, never deyirsə, deməli nə deyir? Deyir ki, bizim dərslərimiz heç vaxt sıxıcı olmur. Bizim doğru cavabımız E bənd olmalıdır. Baxın, deyir ki, bizim dərslərimiz heç vaxt maraqlı olmursa, onda nətər hamı diqqətlə qulaq asır. Ona görə bu çıxdı, exciting də çıxdı. Ümumiyyətcə də baxanda baxacağıq ki, A ilə C-ni çıxanda, B, D, E arasında qalanda ikisi görürsünüz, B ilə D müsbət mənadadır, yəni maraqlı mənasındadır. Ancaq E mənfi mənadadır.
Deməli elə məntiqlə də e-bəndə uyğun gəlir, qrammatik cəhətdən də, məna cəhətdən də elə e-bəndə uyğun gəlir. Deməli dərslərimiz heç vaxt sıxıcı olmur. Hər kəs dərs boyunca aktiv olur. Doğru cavabımız nə oldu? E-bəndə oldu. Həmişə fikir verin. O nevə çaşdıra bilər. Sonra 12-yə baxırıq uşaqlar. Make-up sentence bu tipli cümlələrdə baxın uşaqlar, cümləyə diqqət edirsiniz. Baxın görün bizim burada birləşdirəcəyimiz hansı sözlər var. Baxın every day. Düzdür, every day biz harda işlədirik? Əksərən cümlənin sonunda işlədirdik, amma əvvəldə də işlədə bilərik. Cümlənin sonunda işlənmək üçün 1-5 axırda olmalıdır. Göz gəzdirən variantlara 1-5 yoxdur. Demək əvvələ qoyacam. Əvvələ qoyacamsa 1-5 olan variant C bəndidir, amma yenə də deyirəm. Every day qoyandan sonra cümlənin mübtədasını tapacam. Cümlənin mübtədası nədir? Helen. Cümlə quruluşumuz necə olur? Helen nə edir? Tez xəbərimi tapmalıyam. Xəbər increases, artırır. Nəyi? Tamamlıq qoymalıyam. Bilirsiniz, cümlə quruluşu ingilis dilində SWOT qaydasına əsaslanır. Subject, mübtədə, verb, xəbər, object, tamamlıq. Yəni bu qaydanı, sıralamanı mütləq izləməlisiniz. Helen increases. Helen artırır. Nəyi artırır? Her vocabulary. Öz lüğətini artırır. Nə vaxt artırır? Hər gün. Hər gün arxaya da qoya bilərəm, lap əvvələ də qoya bilərəm. İndi baxaq. 2, 6, 4, 3. 2, 6, 4, 3 ancaq olacaq C bəndində. Hər günü də qabağa qoyduq. Sonra 13-də deyir düzgün sifəti tapın. Sifəti tapın deyirsə, baxaq uşaqlar. Is not sunny as olmaz, as bağlacısı olmalıydı deyə bu düz olsun. İki tərəfli as olmalıydı deyə düz olsun. Bu getdi. Sonra C bəndində baxıram ki, warm olmaq üçün, yəni müqayisə dərəcəsidir, zən bağlayıcısı olmalıdır, yoxdur. C bəndi eyni ilə er var, yəni müqayisədir, zən olmalıydı deyə onu götürmürəm. D bəndində elotdan sonra adətən sunnier olmalıydı, müqayisə dərəcəsi gəlməlidir, ona görə də D bəndi də deyil. Doğru cavabım olacaq B bəndi. Nə deyir uşaqlar? Today isn't as sunny as yesterday. Bugün dünənki kimi günəşli deyil. Bugünkü testimizdə bu qədərdir uşaqlar. Video ilə bağlı nə isə sualınız olarsa, rəyləriniz olarsa, rəy bölməsində yaza bilərsiniz. Hansı bölmədə çətinliğiniz varsa, sualları yaza bilərsiniz. Mən sizə kömək eləməyə hazıram. Sağ olun uşaqlar, növbəti videolarda görüşənədək.